Müsahibimiz Xankəndi Futbol Klubunun gənc yarım müdafiəçisi Hüseyn Mənəflidir. Hüseyn, təbrik edirəm. Çox sağ ol. Qələbə qazandınız bugün və yarım finaldasınız. Qola da imza atdın. Oyununu və həm komandanın oyunu, həm öz oyununu şərh edərdiniz. Çox sağ ol müsahibə görə. Öncəliklə Xankəndi komandasının azarkeşlərini, bizi dəstəkləyəni, komandanın heyətini, oyunçuların hamısını təbrik edirəm qələbəyə görə. Oyun çox gərgin keçirdi. Biz çox ciddi hazırlaşmışdıq həftə boyu. Qarşı komandadan təbrik edirəm. Çox yaxşı komandadır. Yəni maraqlı bir oyun oldu və qələbə qazandıq. İnşallah ki biz kuboku qazanıb Xankəndiyə gedərik, kubok apararıq ora. İnşallah. Yəni məqsəd çempionluqdur. Təbii ki. Növbəti oyunlar da var. Elə yarım final var. Bəli. Yəni komandanın önündə çempionluq məqsədi qoyulubdur. Bugün də siz ən çətin rəqiblərdən birinə qalib gəldiniz bu mövsüm region liqasındakı. Yəni iki oyunun nəticəsi 5-0-dır. Sanki kənardan elə bir təsərrüat yaranır ki, asan keçdiniz. Amma heç də asan da olmadı, düzdür? Bəli, heç də asan deyildi. Bu bizim ciddi yanaşmamızdan, ciddi hazırlaşmamızdan, həftə boyu məşqlərdən hamısı nəticəsi gəldi, çıxdı bu oyuna. Biz çıxdığımız hər oyuna bir final kimi baxırıq və ardıcıl qələbələr də inşallah olar və çempion olarıq. İnşallah. Sənin də komandanı da təbrik edirəm. Gələcək oyunlarda da uğurlar arzulayıram. Çox sağ ol, çox sağ ol.